Xarici vətəndaşların Rusiyada iş icazəsi, patent, müvəqqəti yaşamaq icazəsi və ya yaşayış icazəsi, yəni VNJ almaq üçün tibbi müayinədən keçmə müddəti üçün vahid vaxt müəyyən edilə bilər. Belə ki, bu müddətin Rusiyaya daxil olduqları gündən etibarən 30 təqvim günü ərzində olması təklif olunur. Bu barədə Dövlət Dumasında xarici vətəndaşların tibbi müayinə sisteminin təkmilləşdirilməsi ilə bağlı 3 qanun layihəsinin birinci oxunuşu zamanı məlumat verilibdir. Bildirilir ki, təhlükəli xəstəliklərə yoluxmuş və ya narkotik vasitələrdən istifadə edən xarici vətəndaşların operativ şəkildə Rusiyadan çıxarılmasını təmin etmək məqsədi ilə tibb müəssisələri bu barədə Daxili İşlər Nazirliyini və Rospotrebnazoru məlumatlandırmalı olacaq. Stat: biz bu müddəti 90 gündən 30 günə, yəni 3 dəfə azaldırıq. Belə ki, Rusiya Federasiyasının ərazisində 3 aydan artıq müddətə gələn və əmək fəaliyyəti ilə məşğul olmaq istəyən xarici vətəndaş tibbi müayinədən məhz bu müddət ərzində keçməli olacaq. Tibbi müayinə yalnız regionlarda siyasi təsdiqlənəcək səlahiyyətli təşkilatlarda aparılacaq və həmin təşkilatlar üzərində əlavə nəzarət həyata keçiriləcək. Bu nəzarət hazırda Rozdravnadzor tərəfindən təmin edilməlidir. Statın sonu. Bundan əlavə ətrafdakılar üçün təhlükə yaradan xəstəliklərin olmaması barədə saxta tibbi arayışların hazırlanması və dövriyyəsi üçün cinayət məsuliyyəti də tətbiq ediləcək və təklif olunur ki, tətbiq olunsun. Və daha bir stat: bu cinayəti törədən şəxslər 3 milyon rubləədək cərimə və 8 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Statın sonu.